Yuxuda üzük görmək. Balaca bir əşya, amma içində bir ömür gizlənə bilər. Bəs bu kiçik dairə yuxuda sizə nə demək istəyir? Üzük bağlılıq, vəfa, söz, əhd və bəzən də taleyin özüdür. Əgər yuxuda barmağınızda bir üzük varsa, bu həyatınızda dəyərli bir münasibətin möhkəmləndiyinə, yaxud yaxın zamanlarda yeni bir bağın qurulacağına işarədir. Bu sevgi də ola bilər, bir iş ortaqlığı da. Əgər kimsə sizə üzük verirsə, bu söz, vəd və ya təklif deməkdir. Ola bilər ki, real həyatda kimsə sizə könül bağını, yaxud da bir əməkdaşlığını təklif edəcək. Bu yuxu bəzən evliliyin, bəzən də müqəddəs bir dostluğun müjdəçisidir. Yuxuda üzüyü itirmək, bir münasibətdə narahatlıq, ayrılıq qorxusu və ya dəyər verdiyiniz bir şeyin əldən çıxması hissini əks etdirə bilər. Bu zaman diqqətli olun. Bəlkə də həyat sizə bir şeyin qədrini bilməyi xatırladır. Əgər üzüyünüz qırılırsa, bu bir vədin pozulması, bir əlaqənin sınması və ya artıq işə yaramayan bir əlaqədən qurtulma anlamına da gələ bilər. Bəzən bir şeyin bitməsi sizin üçün yeni başlanğıcdır. Yuxuda brilyant qaşlı, parlaq bir üzük görmək isə bəxt, bolluq və böyük bir xoşbəxtlik xəbərdir. Elə bir kainat sizə deyir: hazır ol, gözəl bir sürpriz gəlir. Unutmayın, üzük sadəcə bir bəzək deyil. O, qəlbin dəyər verdiyi, əlin tutduğu, ruhun bağlandığı bir simvoldur.